Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Ölkədə və dünyada baş verən xəbərlərin geniş təqdimatı ilə studiyada Ceyhun Rasimoğludur. Əvvəl günün baş xəbərlərinə nəzər salaq. Ümumdünya Görmüş Təşkilatının 10-cu illik Pikart konfransı öz işinə başlayıb. Kaspi Təhsil şirkəti illik hesabatını açıqladı. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Füzulidə yeni uşaq bağçası istifadəyə verildi. Çinyovda 10 minlərlə insan iştirakı ilə etiraz aksiyası keçirildi. İndi isə daha ətraflı erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm-lik minatanlardan, qumbaratanlardan, iri çaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də San Marino Respublikasının Xarici İşlər Naziri Pascal Valentini qəbul edib. Dövlətimizin başçısı San Marino Respublikasının kapitan regentlərinin 1-ci Avropa oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikirli mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bugün Bakıda Ümumdünya Görmüş Təşkilatının 10-cu illik Pikart konfransı öz işinə başlayıb. Konfransda Azərbaycanda daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı iştirak edib. Bugün Bakıda Ümumdünya Görmüş Təşkilatının 10-cu illik Pikart konfransı keçirilib. Konfransda Azərbaycanda daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı iştirak edib. Ümumdünya Görmüş Təşkilatının 10-cu illik Pikart konfransının açılış mərasimində Azərbaycan Respublikası Baş Naziri müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunye Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Dong Hyung Ling iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, beynəlxalq ticarətin ötən illər ərzində böyük artımı bütün dünyada gömrük idarələri qarşısında yeni çağırışlara yol açıb. Durmadan artan ticarət həcmi, yeni ticarət tendensiyaları, artmaqda olan təhlükələr və yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zərur edir. Belə müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab vermək üçün daha səmərəli, effektiv, xidmət yönümlü və şəffaf olmalıdır. Qeyd etmək istəyərdik ki, bu yəqin Pikardın tarixində ən nailiyyətli bir konferanslardan birisidir. 200-dən yuxarı 54 ölkəni təmsil edən və 20-dən yuxarı beynəlxalq təşkilatı təmsil edən qonaq tədbirdə iştirak eləyir. 3 Nobel mükafatı laureatı məruzələrdən çıxış eləyəcəklər. Gördüyünüz kimi Dünya Gömrük Təşkilatının baş katibi və digər rəsmilər tədbirdə iştirak edir. Baş nazirin müavini Abid Şərifov diqqətə çatdırıb ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasına etifa edir. Müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırki dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsində inkişaf etdirilməsi mühüm məsələdir. Bakı Kars dəmir yolu işə düşdükdən sonra bu yalnız bu bir tərəfli ola bilməz. Yəni biz razılaşdırmalıyıq üç dövlətin üçü ilə də, yəni Türkiyə, Gürcüstan, Azərbaycan. Ona görə də belə düşünürük ki, yəni bu dəmir yolu istifadə verildikdən sonra bu başqa koridorlara nisbətən bu ən faydalı həm bizim üçün, həm də orada yük daşıyanlar üçün ən xeyirli bir koridor olmalıdır. Daha sonra Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunye Mikuriya və Dong Hyung Ling'in çıxışları dinlənilib. Tədbirdə həmçinin Nobel mükafatı layiqləri çıxış ediblər. Sonra konferans gömrük əməkdaşlarının təşviq edilməsi amilləri və qlobal dəyər zəncirləri adlı sessiyalarla işini davam etdirib. Ceyhun Rasimoğlu, Orxan Elxanlı Səs TV. Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil şirkətinin 2014-2015-ci təhsil ilinə dair yekun hesabat konfransı keçirilib. Tədbirdə Kaspi Təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev, Təhsil Nazirliyinin nümayəndəsi, eləcə də Kaspi Təhsil mərkəzlərində hazırlaşmış keçmiş abituriyentlər iştirak edib. Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil şirkətinin 2014-2015-ci təhsil ilinə dair yekun hesabat konfransı keçirilib. Tədbirdə Kaspi Təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev, Təhsil Nazirliyinin nümayəndəsi, eləcə də Kaspi Təhsil mərkəzlərində hazırlaşmış keçmiş abituriyentlər iştirak edib. Tədbiri açıq elan edən Kaspi Təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva,
ictimaiyyətə gələcək planlardan və layihələrdən bəhs edib. Sonavərliyeva qeyd edib ki, Kaspi Təhsil şirkəti 2007-ci ildə fəaliyyətə başlayan zaman özünün təhsil strategiyasını müəyyən etmiş və bugün də həmin strategiya əsasında çalışmağa davam edir. Fəaliyyətimizin bütün istiqamətlərində bu iki istiqamətin daha yüksək şəkildə həyata keçirilməsinə nail olduq. Məncə, burada valideynlər var, burada media nümayəndələri, əziz media nümayəndələri, siz varsınız. Azdan çoxdan bizim fəaliyyətimiz haqqında mütəmadi olaraq sizin qarşınızda çıxış eləmişik və siz bilirsiniz ki, istər məktəbə qədər hazırlığı, istər abituriyent sayəsində bizim bir sıra pulsuz Azərbaycan təhsil ictimaiyyəti üçün olan layihələrimiz işimizi gördü və bu da belə deyim, təhsil sevərlər üçün, ondan istifadə edənlər üçün, təhsili dəstəkləyən dövlət qurumları tərəfindən yüksək şəkildə qarşılandı və belə deyim, hətta sonralar bu davam edən sonra dəstək verilmək haqqında da müəyyən sözlər verildi. Daha sonra şirkətin direktoru Elnur Əliyev bildirib ki, fəaliyyətə başladıkları 8 il ərzində bir sıra uğurlu addımlar atılıb. Əvvəlcə əcnəbi dilləri tədris edən bir mərkəz kimi fəaliyyətə başlasaq da, sonraki illərdə abituriyent magistratura, məktəbə qədər hazırlıq, kompüter, ümumtəhsil orta məktəbləri, uşaq bağçaları, Kaspi Qlobal kimi mərkəzlərlə fəaliyyətimizi daha da genişləndirmişik. Bildirilib ki, hal-hazırda şirkətimizin 8 mərkəzi, 2 liseyi, 2 uşaq bağçası, 3 yerli nümayəndə fəaliyyətdədir. Bundan başqa 2015-2016-cı tədris ilində Xətai rayonunda Kaspi liseyinin və Kaspi uşaq bağçasının Gəncə şəhərində daha bir mərkəzinin açılışı nəzərdə tutulub. Kaspi istəhlət olunur, Azərbaycanın bütün bölgələrində bu standartları biz təmin edən və biz bölgələr bizim diqqətimizdədir. Böyük şəhərlərdə Sumqayıt və Gəncədə Kaspi özü təhsil edib və digər bölgələrdə də yerli sahibkarlara, yerli təhsil təşəbbüskarlarına təhsil olaraq biz bunlara deyirik. Və hal-hazırda digər bölgələrdən müraciətlər var ki, biz mərhələlər əsasında bunu həyata keçirsək. Yüksək ballı Azərbaycanın ən nüfuzlu universitetlərinə qəbul olan abituriyentlərin valideynləri isə Kaspi Təhsil şirkətinin rəhbərliyinə minnətdarlığını bildiriblər. Sonda şirkətin təsisçisi və idarə heyətinin sədri Sonavərliyeva yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim edib. Jalə Bayramlı, İntizarə Məmmədova, Samir Paşayev, Səs TV. Respublikamızın bütün bölgələrində olduğu kimi yeni tədris ilinin başlanması ilə əlaqədar Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Füzulidə yeni uşaq bağçası istifadə verilib. Respublikamızın bütün bölgələrində olduğu kimi yeni tədris ilinin başlanması ilə əlaqədar Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Füzulidə yeni uşaq bağçası istifadəyə verilib. Bu münasibətlə rayonun Balabəhmənli kəndində Körpələr evinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon rəhbəri bu münasibətlə hər kəsi təbrik edib və rayonda aparılan geniş miqyaslı quruculuq abadlıq işlərindən bəhs edib. Qeyd olunub ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlarımızın həyat səviyyəsini yüksəltməkdən ötürü bundan sonra da işlərimiz davam etdiriləcək. Təbii ki, bugün ən çox sevinənlər sırasında körpələrimizin valideynləri yer alır. Bildirilib ki, istifadəyə verilən 2 mərtəbəli binada müasir tələblərə cavab verən hər cür şərait yaradılıb. Binada uşaqların istirahət otaqları, yeməkxana, ərzaq məhsulları anbarı inşa edilib. Bundan başqa körpələrin düzgün, təmiz qidalanması üçün yeməkxanada da hər cür şərait yaradılıb. Sonda rayon rəhbərliyi bina ilə yaxından tanış olublar. Jalə Bayramlı, Şamxal Cəlloğlu, Fəzali Səfərov, Səs TV, Füzuli. 2014-2015-ci tədris ilini Qazax və Ağstafa rayonu uğurla baş çatdırıb. 2014-2015-ci tədris ilini Qazax və Ağstafa rayonu uğurla başa çatdırıb. Belə ki, Ağstafa rayonunun 2 məktəbi ilin ən yaxşı məktəbi müsabiqəsinin, 2 müəllim isə ilin ən yaxşı müəllim müsabiqəsinin qalibi olub. 2 şagirdimiz isə fən olimpiyadasının qalibi adına layiq görülüb. Ötən tədris ilində orta məktəbi başa vuran 615 məzunun 340 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Onlardan 211 nəfəri tələbə adına layiq görülüb. Artıq rayonda yeni tədris ilinə hazırlıq işləri aparılır. 2015-2016 dərs ili gəlir. Buna hazırlıq demək olar ki, yüksək səviyyədədir. Məktəbimizin heç bir problemi yoxdur. Biz sadəcə olaraq ayın 15-ini gözləyib ruh yüksəkliyi ilə dərs ilini başlayacağıq. Var bizim rayonun ümumi məktəblərində. Bunların 73,5% bir tipli layihə əsasında tikilmiş binalarda təhsillərini davam etdirirlər.
Ötən tədris ilində Qazax rayonu üzrə 831 nəfər 11-ci sinifi başa vurub, onlardan 521 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib. 206 nəfər məzun ali məktəblərə qəbul olaraq ölkəmizin müxtəlif ali məktəblərində təhsillərini davam etdirəcəklər. Bir nəfər müəllimə isə prezidentin fərmanı ilə əməkdar müəllim adına layiq görülüb. Sənəd verilmiş abituriyentlərdən 306 nəfəri ali məktəblərə qəbul olub. 9 nəfər, bütövlükdə 59 nəfər dedik. Onun 20-si 600-dən yuxarıdır, 39-u 500-dən yuxarı bal toplayanlardır. Var, bəli. Deməli, bir müəlliməmiz, bir nömrəli şəhər orta məktəbinin müəlliməsi Bəsit Ələkbərova əməkdar müəllim adına layiq görülüb, prezidentin fərmanından. Digər bir Xanımlar kənd orta məktəbinin, bağışlayın, Ağgönək kənd orta məktəbinin müəlliməsi Sədaqət Əmirxanova, o da ilin müəllim müsabiqəsinin qalibi olub, 5 ünvan mükafat alıb. Forma, vahid forma, bəli, Təhsil Nazirliyinin verdiyi vahid formadır. Qeyd edək ki, artıq yeni tədris ili ilə əlaqədar olaraq məktəblərə kitabların paylanması davam etdirilir. Yeni tədris ilində vahid məktəbli forması ilə əlaqədar olaraq Qazax rayonunda Bakı Tekstil Fabrikinin əməkdaşları tərəfindən mağazada təşkil edilib ki, bu mağazada istənilən ölçüdə 1-ci və 11-ci sinif şagirdləri üçün məktəbli formasının satışına başlanıb. Digər mağazalara nisbətən burada satılan məktəbli formaların qiymətləri də nəzərə alınıb. Bakı Tekstil Fabrikinin təklif elədiyi formaların hamısı keyfiyyət norması olaraq, sertifikat uyğunluqları olaraq, bunlar hamısı dövlətin qeydiyyatından əlbəttə ki keçib. Parçalarımızın hamısının laborator şəkildə yoxlanır sertifikatlarımız da var. İstənilən valideynimizə və ya qurumlara bunları təqdim edə bilərik. Razmerdən əlaqədar heç bir problemimiz yoxdur. Kiçik razmerlərə bugünkü gündə tələbatlar daha da çoxalır. Məsələn, yuxarı razmerlərə nisbətən. Onları da ki, tez bir zamanda, istək olduqca hər birinin yerini doldururuq gündəlik olaraq. Qeyd edək ki, buradan məktəbli forması alan valideynlər məktəbli formasının qiymətindən və keyfiyyətindən də razılıq ediblər. Jalə Bayramlı, Kamran Əskiparalı, Rüfət Tağıyev, Səs TV, Qazax, Ağstafa. Türkiyə ordusu 53 döyüş təyyarəsi ilə terrorçuların düşərgələrini bombalayıb. Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı PKK-nın 20 hədəfini vurması nəticəsində 40-a yaxın terrorçu məhv edilib. Məlumata görə terrorçuların İraqın şimalındakı Kandil, Haqqurq, Avaşın, Metina, Basyan, Qari və Zab dağlarındakı düşərgələri bombalanıb. Əməliyyat yerli vaxtla gecə 23-dən səhər 5-ədək davam edib. Əməliyyatla bağlı açıqlama verən Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib ki, terrorla mübarizə daha əzmlə davam etdiriləcək. Stat: O dağlar terroristlərdən təmizlənəcək, nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terroristlərə verilməyəcək. Statın sonu. Qeyd edək ki, əməliyyatda 53 F-16 və F-4 döyüş təyyarələrindən istifadə edilib. Jalə Bayramlı, Səs TV. Və sonda Çinyovda 10 minlərlə insan iştirakı ilə hakimiyyətə qarşı etiraz aksiyası keçirilib. Miting Böyük Məclis meydanında təşkil olunub. Çinyovda 10 minlərlə insanın iştirakı ilə hakimiyyətə qarşı etiraz aksiyası keçirilir. Miting Böyük Milli Məclis meydanında təşkil olunub. Aksiya Ləyaqət və Ədalət Vətəndaş Platforması tərəfindən təşkil olunub. Meydan Respublikanın hər bir yerindən gələn insanlarla dolub. Xalq Baş Nazirin istefasını və erkən seçimlərin keçirilməsini tələb edir. Ötən gün platforma liderləri Böyük Milli Məclis çağıracaqlarını bəyan ediblər. Təşkilatçıların qiymətləndirməsinə görə meydana 100 mindən çox insan toplaşıb. Qeyd edək ki, Moldova prezidenti Nikolay Timofti etirazçıların istefa tələbini rədd edib. Bu barədə Moldova Prezident Administrasiyasının baş katibi İon Pederaru açıqlama verib. O bildirib ki, Prezident Timofti şübhəsiz ki, istefaya getməyəcək və etirazçıların tələblərinə tabe olmayacaq. Nigar Məmmədova, Səs TV. Bu qədər. Xəbərlərimizi daimi olaraq siyar.az və səstv.az saytından da izləyə bilərsiniz. Sağ olun, salamat qalın.